Hər vaxtınız xeyir olsun. Gəlin bir yerdə almalı kurabiyelər hazırlayaq. 4 ədəd böyük almanı götürüb xırda-xırda doğrayırıq. Və bunun üzərinə hardasa 2-3 qaşıq qədəri deməli yağ əlavə edirik və 1 stəkan da şəkər tozu bura əlavə edib ocağın üzərində bişməyə qoyuruq. O bişənə qədər ara sıra yoxlayırıq və xəmirimizi artıq yoğurmağa başlayırıq. Bunun üçün hardasa 150 qram kərə yağımızı götürürük və 1 stəkan pudra şəkəri. Yaxşısı olar ki, xanımlar pudra şəkəri əlavə edin. Şəkər tozu da vura bilərsiniz, amma mənə elə gəlir ki, yaxşısı olar ki, pudra şəkəri əlavə edəsiniz. Daha sonra üzərinə yarım stəkan duru yağ, 2 böyük xörək qaşığı xama və 1 ədəd yumurta əlavə edib qarışdırmağa başlayırıq. Tam kıvam alandan sonra artıq üzərinə 3 stəkan deməli unu ələyərək bura əlavə edirik və qabartma tozu, vanili də unutmuruq. Unu əlavə edərkən hissə-hissə əlavə edirik ki, tam çox bərk un olmasın, tam da yumşaq bir xəmir olmasın. Hardasa 3 stəkan yarıma qədər bura deməli qızlar un gedəcək. Daha sonra bişirdiyimiz bu deməli almaları bir kənara alıb soyuduruq və onun üzərinə blenderdən keçirdiyim qozu əlavə edirəm və üzərinə də həm də bir dolu çay qaşığı deməli darçın əlavə edirəm. Darçın da almaya çox gözəl yaraşır. Və xəmirimi başlayıram forma verməyə. Qızlar, xəmirə forma verərkən istənilən formadan istifadə edə bilərsiniz. 4 bucaq formasında, uzun sol formasında. Mənə bu forma daha rahat gəlir. Ona görə bu cür uzun sol formada edirəm və 1 xörək qaşığı içliyimdən qoyub uzun sol formada bükdüyüm, açdığım deməli xəmirimin içinə qoyuram və bişirməyə hazır edirəm. Deməli hardasa 180 dərəcəli, 200 dərəcəli sobada alt üstü qızarana qədər gözəl bir şəkildə bunu bişirirəm. Bax gördüyünüz kimi üzəri nar kimi qızarır, çox gözəl qızarır, artı da qızarır. Yəni qızarmağını siz bilirsiniz ağ formada da götürə bilərsiniz. Və buna gördüyünüz kimi pudra şəkəri də çox gözəl yaraşır. Pudra şəkəri səpərək süfrəyə servis edirəm. Həqiqətən də inanın ki, yeyə biləcəyiniz ən dadlı kurabiyələrdən. Əgər alma sevərsinizsə, mütləq bu resepti hazırlayın, nuş olsun.